Esselamu Aleyküm ve Rahmetullah. Bugün cümədir, özümə və sizə qısa bir fayda xatırlatmaq istəyirəm Allah Azze ve Celle'nin izniyle. O da ondan ibarətdir ki, əziz qardaşlar, kişi hər zaman çalışmalıdır, boş söhbətlərdən, boş mübahisələrdən, dedikodulardan uzaq dursun. Hətta bəzi mübahisələrdə belə özünü haqlı görsə, ondan uzaq durmağı, çəkinməyi, onun həm kişiliyinin kamilliyinə, həm də Allah'a nə qədər yaxın olmağının əlamətlərindəndir. Muhammed sallallahu aleyhi ve sellem Sahih Müslim'de gelen hadiste buyurur ki, Allah'ın en nifret elədiyi kişi çok mübahisə eləyən və yaxud da mübahisəyə meyilli kişidir. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, cennete girməyinə söz verirəm o kəsin ki, hətta haqlı olduğu halda mübahisəni tərk eləyə. İstersen sosyal medya olsun, istersen canlı insanların olsun, her zaman mübahiseden ve mübahiseye meyillilikten uzak durun. Esselamu Aleyküm.